Ağrı sakinləri, hörmətli qonaqlarımız, Füzulidən, Cəbrayıldan, Beyləqandan, bugün bura təşrif buyuran hörmətli qonaqlarımız, xoş gəlmişsiniz. Biz bugün Ağalı kəndində yaradılmış Çiçək Qadın Kooperativinin açılış mərasimində toplaşmışıq. Kooperativ insanların bir-birinə güvənməsi, birlikdə çalışması, insanların çətinlikləri bölüşməsi və birgə böyüməsi üçün dünya çapında sınaqdan keçmiş ən səmərəli modeldir. Və biz çox sevinirik ki, Şərqi Zəngəzurda ilk olaraq o möhtəşəm ağalı qadınları bu addımı atdılar və bugün biz artıq onların o göstərdiyi təşəbbüslərin, fəaliyyətlərin nəticəsi olaraq gözəl bir kooperativin ərsəyə gəldiyini təsdiq eləmək üçün biz bugün bura yığışmışıq. Bu kooperativin işinə xeyir-dua vermək üçün, qadınlarımıza dəyər vermək üçün Sosial Münasibətlər Akademiyasının müəllimi, İqtisadiyyat üzrə fəlsəfə doktoru Şakir Səfərova söz verirəm. Buyurun Şakir Səfərova. Mən sizi bu gözəl məkanda salamlayıram. Gülqanız xanım və çıxış edən başqa yoldaşlarda Qarabağ haqqında, İncilbər güşələrindən biri olan Zəngəran haqqında dedilər. Çox qürur verici bir gündür bugün. Çünki işğaldan sonra mən dünəndən gəlmişəm bura. Mən rəsmi çıxış eləməyəcəm. Sadəcə olaraq sizinlə müsahibət eləmək istəyirəm. Dünəndən gələndə axşam gəldik, bu uçsuz-bucaqsız torpaqlarımıza baxdım və ilk düşündüyüm şey oldu ki, biz 30 ildə çox şeylər itirmişik. Çox məsələləri bizi geridə qoyubdur və bugün çox qürur verici haldır ki, bu gözəl məkanda gözəl evlər var, gözəl şəraitlər yaradılıbdır, dövlətimiz tərəfindən yaradılıbdır və insanlarımız da təşəbbüs göstərərək öz töhfələrini bu xalq üçün, bu millət üçün, bu millətin gələcəyi üçün verməyə hazır olublar və verir və bugün də verirlər. Ağrı sahibkar qadınlarla iş layihəsindən mən burada loqosuna baxıram. Naxçıvan və Zəngilan. Bir tərəfi uzaq Naxçıvan, dövlətimizin, xalqımızın bir tərəfi, digər tərəfdə isə Şərqi Zəngəzur və bugünkü bu iclasın, bu mərasimin, bu tədbirin keçirildiyi bir məkan. Mən bu deməli qısa müddətdə kooperativ haqqında, kooperativin yaradıcıları haqqında müəyyən məlumatlara eşitdim və onlar haqqında öz fikirlərimi söyləmək istəyirəm. Bu kooperativin adı İstehlak Qadın Kooperatividir və adını Çiçək qoyublar. Çiçək təbiətin ən gözəl dönəmində olur. Bahar çağında olur və insanların coşqu ilə həyat eşqilərinin daha çox coşduğu bir bahar dövründə olur. Bu ad özü elə sizin gələcəyiniz üçün, sizin inkişafınız üçün, sizin bir stimul, insanlar üçün bir stimul olur. Çiçək, istehsal və istehlak kooperativi. Yəni siz həm yaradırsınız və yaratdıqlarınızdansa kimlərsə bəhrələnirlər. Yəni siz faydalı bir işlə məşğulsunuz və ölkəmizin iqtisadiyyatında, gələcək inkişafında önəmli bir mövqedə dayanırsınız. Burada əməkdaşlıq var, təcrübə var, yeni ideyalar var, yeni imkanlar var və ən əsası da birlikdə böyümək var. Yəni bu da sizin sonuncu yazdıqlarınızdan biridir və mən inanıram ki, siz həqiqətən də bu ideyaların arxasınca gedəcəksiniz, birlikdə olacaqsınız, bacarıqlarınızdan istifadə edəcəksiniz, nailiyyətlərdən bəhrələnəcəksiniz və əməkdaşlığınızı böyütməklə Ağalı bu Qarabağ torpağında ilkin kooperativ yaradıcısı kimi bir sıra sonraki kooperativlərə örnek olacaqsınız. Vaxtınızı aldım, sizə uğurlar arzu edirəm və inanıram ki, başqa bir gün gələndə daha geniş, daha böyük, daha möhtəşəm bir məclis olacaqdır və bu məhsullarınızın da sayı daha çox olacaqdır. Təşəkkür edirəm, vaxt ayırdığınıza görə, mənə söz verdiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun.
Çox sağ olun Şakir müəllim, çox gözəl təhlilləriniz və gözəl tövsiyələriniz üçün də biz sizə təşəkkür edirik. Çiçək İstehsal İstehlak Qadın Kooperativi. Bu sadəcə dünya yayılmış bir təşkilat deyil. Bu, ortaq məqsəd ətrafında birləşmiş qadınların gələcəyinə verdiyi ümiddir. Kooperativin 5 təsisçisi var. Onların hər biri gəncdir. Mən bəzi slaytları ötürürəm çünki biz artıq çox danışdıq bu mövzularda. Mən sadəcə bir qısa məlumat sizə vermək istəyirəm. Kooperativ, bayaq biz qeyd elədik ki, kooperativ nədir? Kooperativ insanların bir-birinə inanması, bir-birinə dəstək olması, birlikdə istehsal etməsi, daha çox istehsal etməsi, daha çox satmağı, daha çox pul qazanmağıdır. Kooperativ birlikdə böyüməkdir. Kooperativ birlikdə o açıla bilmədiyimiz qapıları birliyin gücü ilə açmaqdır. Əgər bir qadın evində bir-birinizlə məşğuldur, deyək ki, heyvandarlıqla məşğuldursa, bu bacarıqdır. Əgər 5 heyvandar qadın öz fəaliyyətini birləşdirirsə, bu artıq gücdür. Bax, o gücün bugün, o ilk müşehimini biz bayram edirik və bunu biz sizlərə dönə-dönə xatırlatmaq istəyirik ki, güc birlikdədir. Dünya təcrübəsinə görə bu iqtisadi strateji hədəflərə çatmaq üçün ən sınanmış model kooperativ modelidir. Və dünyanın bir çox ölkələrində artıq kooperativləşmə cəmiyyətin inkişafına öz töhfəsini verməyə başlayır və verməkdədir. Və cəmiyyət bunun xeyrini görür. Ən çox kooperativlər Hindistandadır. Hindistanda 800 min kooperativ var. Mən Hindistanda olmuşam və orada bir südçülük kooperativində mən qonaq olmuşam. Və orada mən gözlərimlə görmüşəm ki, insanlar necə həvəslə birgə istehsal edirlər. O kooperativin üzvlərinə, kooperativ tərəfindən istehsalla bağlı peşə təlimləri verilir. Hətta o kooperativdəki gəncləri ucqar kəndlərdən onlar mərkəzlərə aparırlar. Məsələn, Bucarat vilayətində biz olmuşdur. Bucaratın mərkəzində o gənclərə təlimlər verirlər və sonra onlar qayıdıb istehsala. Ona görə də məsələn, Hindistanda daha çox kooperativləşmənin üstünlüklərindən istifadə daha çox orada özünü verir. İtaliyada 70 min kooperativ var. Mən İtaliyada da olmuşam, İtaliyadakı kooperativlərdə. Çox güclü kooperativlər var, böyük kooperativlər var İtaliyada. Məsələn, biz indi deyirik ki, kooperativ yarandı, kooperativ təqdimatını edirik. Bu kooperativin istehsalçıları, bunlar elə xırda istehsalçılardır. Amma dünyada elə böyük kooperativlər var ki, bu kooperativlərin, necə deyərlər, istehsal həcmi ölkə iqtisadiyyatının nəzərə çarpacaq dərəcədə bir hissəsini təşkil edir. Yəni, kooperativ böyük gücdür, mən onu demək istəyirəm ki, yəni böyük kooperativlər var. Yaponiyada 40 min kooperativ var, Fransada 23 min, Braziliyada 7 min və Türk dövlətlərinin içərisində kooperativ yalnız Türkiyədə və Azərbaycanda var. Türkiyədə 10 min kooperativ var, onun 2 mini qadın kooperatividir. Biz Türkiyədə çox kooperativlərdə olmuşuq. Bursada, Balıkəsirdə, Kahramanmaraşda və o kooperativlərdən də bizim Azərbaycanın digər bölgələrindəki olan kooperativlərin əməkdaşlıqları var. Biz Zoom vasitəsilə onlayn görüşlər keçiririk, televizion mübadilələri aparırıq. Biz görürük necə Kahramanmaraşda Mutlu Bəsin kooperativi var. Orada necə qadınlar hər kəs öz evinin damında göbələk becərir, sonra o göbələyi qurudurlar, sonra bütün məhsulları bir araya gətirirlər, kooperativ rəhbərliyi onun satışını təşkil edir. Göbələyə xidmət üçün necə onlar o aqronom xidmətindən birgə istifadə edirlər, onlara ucuz başa gəlir, satış toplanılır deyə, bunlar üçün daha sərfəli olur və s. Azərbaycanda isə kooperativ bir neçə il bundan əvvəl 240 kooperativ var idi. Sonra dövlətimiz kooperativlərin inkişafı proqramını hazırladı 2017-2022 illər ərzində. Biz də o proqramın elə bir
nəzərə çarpacaq nəticələri biz görə bilmədik. Amma hal-hazırda 2026-2030-cu illər üçün Cənab Prezidentin təsdiq etdiyi kənd təsərrüfatının inkişaf proqramı var ki, o proqramda kooperativlərin inkişafına dəstək göstərilməsi xüsusi yer tutur. Bugün bizim tədbirimizin, daha doğrusu Çiçək Qadın Kooperativinin çox hörmətli bir qonağı var. Bu AFAQ layihəsinin koordinatoru Əli bəy Orucovdur. Salamlayıram, əziz xanımlar və tədbir iştirakçıları. İlk öncə Gülbəniz xanım sizə öz təşəkkürünü bildirəm. Bizim təşkilat adına dəvət edilmək istəyirəm. Özümü təqdim edeyim. Bəzi xanımlarla artıq tanışıq. Əli Orucov, Aqrar Tədarik Təhsilat Asıl Səhmdar Cəmiyyətinin layihələrin idarəolunması şöbəsinin əməkdaşıyam. AFAQ layihəsinin koordinatoru fəaliyyət göstərir. İlk öncə işimizdən danışım. Layihəyə keçməmişdən öncə aqrar tədarükün gördüyü işlər barəsində sizə qısa bir məlumat verim. Aqrar Tədarik Təhsilat İdarəsi əsasən fermerlərin məhsullarını portal vasitəsilə hal-hazırda əsas işimiz ondan ibarətdir ki, portal vasitəsilə satın alan təşkilatlarla fermerlər arasında bir növ körpü yaradıb onların satışını stimul etməkdən ibarətdir. Bu bizim kənddən şəhərə yarmarkalarımız. Xanımların bəziləri məlumatlıdır. Bizim yarmarkaların təşkili şöbəsi bu işlə məşğuldur. Yəni, hal-hazırda məhsul olan, məhsul istehsalına məşğul olan kooperativ və fərdi fermerlərin iş şəraitləri tam pulsuzdur. Bakıda yerləşən yarmarkalarımızda satışına kömək edir. Yarmarkalar hafta sonları Yeni Novruz bayramı və bal yarmarkasına ibarətdir. Müxtəlif məhsullar satılır kənd hesabı. Yəni, baldan tutmuş, müxtəlif kənd hesabı, meyvə və tərəvəzdə məhsulu, heyvan mənşəli məhsulu və digər bu kimi məhsulları satmağa imkan vardır. Mən Çiçək Bayramova, Çiçək Premium-cənin icraçı direktoru. Bu arada adaşımın Çiçək xanımı təbrik edirəm, uğurlar nailiyyətlər arzulayıram. Çox təşəkkür edirəm ki, siz də belə deyim, mən kimi ürəkdən yanaşaraq Qarabağımız üçün gözəl işlər görürsünüz. Bir daha təbrik edirəm, inşallah uğurlu olacaq. Və mən böyük məmnuniyyətlə bugünkü tədbirin səbəbkarı Çiçək İstehsal Qadın Kooperativinin sədri bizim hörmətli Çiçək Garaylını dəvət edirəm çıxış üçün. Çox sağ olun, Gülbəniz xanım. Dəvətə görə təşəkkür edirəm və hər biriniz xoş gəlmişsiniz. Dəvəti qəbul edib gəldiyinizə görə hər birinizə çox təşəkkür edirəm. Və mən ilk öncə bunu demək istəyirəm ki, Allah dövlətimizdən razı olsun ki, biz bugünkü gündə buradayıq. Allah Cənab Prezidentimizdən razı olsun. Biz onların sayəsində bugün bu torpaqlarda gəlmişik və nələrsə eləməyə çalışırıq. Və bugünkü günü bizə nəsib edən şəhidlərimizə ilk öncə Allahdan rəhmət diləyirəm. Bütün qazilərimizə Allahdan şəfa diləyirəm. Hər birindən Allah razı olsun. Biz bugün hansı torpaqlardayıq? Qarabağ torpağında. Hansı ki 30 ildir biz həsrət çəkirik bu torpaqlara gəlmək üçün, bu torpaqlarda yaşamaq üçün. Və bəzən mənə deyirlər ki, sən burada doğulmamısan, sən buranı necə sevə bilərsən? Görmədən sevmək olarmı? Və mənim qəlbimdə bir hiss oyanır ki, biz Tanrını da görmürük. Amma necə böyük sevgi ilə göylərə baxıb onu sevirik. Və biz öz torpaqlarımızı da görməmişik, mən görməmişəm. Amma mən elə bir ailədə böyümüşəm ki, hər zaman eşitmişəm. Zəngilan necə görsənir, Zəngilan necədir və mən buranı sadəcə öz təsəvvürlərimdə yaratmışam və təsəvvürümü sevmişəm. Və mən bu torpaqlara gələndə baxıb gördüm ki, xeyr, heç də mənim təsəvvür elədiyim kimi deyilmiş, daha gözəl imiş. Və ilk öncə bunu vurğulayım ki, mən ali təhsilliyəm, universiteti də fərqlənməklə bitirmişəm, adi bir ailənin övladıyam. Bu
Bugünkü gündə hər birimizin əlində, bax, Şəkir xanımlar, hər birimizin əlində bir telefon var. Biz sosial şəbəkə istifadəçisidir və o satışları biz kənddə yox, sosial şəbəkə istifadə edən hər bir kəsə satışını eləyə bilərik. Ona görə də bizim milyonlarla alıcımız var. Biz bundan çəkinmirik, istehsal etməkdən çəkinmirik və bir ildən sonra bəlkə də belə bir tədbir keçiriləcək, amma bu tədbir bu zalda olmayacaq. Çünki bizim xanımlarımız bu zala yerləşməyəcək. Biz daha böyük bir ərazidə, bəlkə də 1000 xanımla bərabər biz bu tədbiri keçirəcəyik. Bugün bəlkə də sayımız azdır, amma mən dediyim kimi 100 xanım burada inanırsa, 1000 xanım deməkdir artıq. Ona görə də növbəti tədbirlərimizdə biz işlərimizi göstərəcəyik, nələr elədik və inanıram ki, biz bacaracağıq. Hazırsınız? Hazırız. Salam, hər birinizi salamlayıram. Xoş gəlmişsiniz. Mən bu Ağalı kəndin sakini Ülviyə Gəraylı. Hər birinizi bir daha salamlayıram. Deməli, biz birlikdə Çiçək xanımla, həmçinin digər üzvlərlə qadın kooperativi yaratmışıq. Kənd sakinlərinə, qadınlara, işləmək istəyən xanımlara, bacarığı olan, əlində şəraiti olan, amma onu təqdim edə bilməyən xanımlara dəstək olmaq məqsədi ilə qadın kooperativi yaratmışıq. İnşallah ki, bu yolda uğurlu olacaq. Sizin dəstəyinizlə həmçinin sizə də bir daha təşəkkür edirəm gəldiyiniz üçün, bizə dəstək olduğunuz üçün. İnşallah ki, biz birlikdə gözəl işlər, iş yerləri, necə deyim, işləmək istəyən xanımlara dəstək amaclı biz bir yerdə güclü olacaq. İnşallah ki, gözəl iş yerləri yaradacaq. Hansı ki, evində şirniyyat bişirib, əl qabiliyyəti olan xanımlarımız Ağalı kəndində, həmçinin Məmmədbəlidə çoxdur. Amma iş yerləri yoxdur, satış qabiliyyətləri yoxdur, onların imkanları yoxdur. Biz onlar üçün şərait yaradacağıq. İnşallah ki, qadınlar hər zaman birlikdə güclüdür, buna inanırıq, bu yollarda davam edirik. Bir daha təşəkkür edirəm, gəldiyiniz üçün minnətdaram. İndi isə söz verilir Əfsanə Süleymanovaya. Sana xanım təlimlər mənim yanımda qalan iştirakçılardandır. Buyurun Əfsanə. Salam, hər birinizi salamlayıram. Bugün bizim xoş günümüzə, yəni uğurlu günümüzə gəldiyiniz üçün sizlərə təşəkkür edirəm. Biz bugün bir yerdəyiksə, bunun bizim üçün çox böyük əhəmiyyəti var. Bunun üçün Çiçək xanıma öz təşəkkürlərimi bildirirəm. Kooperativ bir yerdə bir-birimizə dəstək olmaq üçün qurulmuş bir işdir bizim üçün. Yəni, biz tək başımıza bacara bilməyəcəyimizi 5 xanım bir yerdə bacaracağımıza inanıraq. Bunu da Çiçək xanımın sayəsində özümüz tək edə bilmədiklərimizi, məsəl üçün, mən hazırladığımı nümayiş elətdirə bilmirəmsə, amma 5-imiz bir yerdə bunu gözəl şəkildə nümayiş etdirəcəyimizə, satacağımıza inanıram. Sizə də çox təşəkkürlərimi bildirirəm gəldiyiniz üçün. Minnətdarım. Çok sağ olun, güzel. Ve bugün bizim diğer rayonlardan olan konaklarımız var. Biz o rayonundan Şamama Kadın Grubu, Şamama Kadın Grubu'nun bizleri, onları da biz bir daha salamlayırıq ve bir iki kursular Şamama Kadın Grubu'nun katibi, Bəsti Yusufov yazıyor. Buyurun. Bura gələndə bilmirdik ki, bizim qarşımızda Əlbəyd olacaqdır. Əlbəyd siz də salamlayırıq. Hər birinizə sonsuz təşəkkür edirik. Çiçək xanımın çıxışı məni o qədər həyəcanlandırdı. Səni öz qızım qədər sevdim. Ona görə ki, sən çox gözəl vətənpərvər nümayiş elətdirdin burada. Çox sevdim sənin vətənpərvərliyin, işgüzarlığın, zəhlətkeşliyin. Bu torpaq sevinsin, xoşbəxt olsun ki, sizin kimi sakinləri var. Valla, hər birinizə təşəkkür edirəm, AFAQ layihəsinə çox təşəkkür edirəm. Bizi 2022-ci ildə yaranmışdı Şamama Qrupu. Onun dəstəkçisi Gülbəniz xanımdır, köməkçisi də AFAQ layihəsidir. Gülşən Kadın Grubu'nun sədri Ruhəngiz Həsənovaya söz verilir.
Salam Zəngilanlar, hamınızı salamlayıram. Əvvəllər ilk dəfə Qarabağ işğaldan azad olunanda Zəngilana gəldik biz. Zəngilana gələndə hər yer qaranlıq idi, hər yer yanmış. Bir ağrıya gəldik. Amma bu dəfə Zəngilanı belə şəhri, gözəl görəndə ürəyimiz açıldı. Şeyx xanımı təbrik edirəm, qrupu yaratdığına görə, belə vətənpərvərliyinə görə. Şeyx xanımı tanıyırdım mən. Sosial şəbəkədə tanıyırdım. Deyirdim ki, necə tanış ola bilərəm bundan. Allah elə gətirdi ki, belə bir qrup yaratdı. Bir Gülşən qrupu olaraq biz müharibə vaxtı yaranmışıq. 2000-ci ildə. Sahələrə gedirdik qadınlarla, kənd qadınlarıyla. Orada soğan toplayırdıq, kartof toplayırdıq, onları qablaşdırırdıq. Amma o bizim deyil də, şirkətin deyil orada. Qızlar belə qərara gəldilər ki, dedilər ki, niyə biz də qrup yaratmayaq, bir qadın qrupu yaradaq, biz də sataq, sosiallaşaq. Hətta bir telefonu, knopkasını basılıb, onu işlədə bilmirik. Biz qrup yaradandan sonra bizə təlimlər keçirdik, biz o telefonu işlədə bildik, məhsullarımızı sosial şəbəkələrdə paylaşa bildik. Birimiz satışını elədik, birimiz onu istehsal elədik, birimiz hətta müharibə vaxtı mən yuxalar yayırdım. Bir gündə əsgərlərimizə 400 dənə yuxanı yayıb pişirib göndərirdim. Şanlama qrupunun da gənc üzvünə söz verirəm. Buyursun. Çıxış üçün söz sizindir. Hörmətli qonaqlar, əziz tədbir iştirakçıları, hər birinizi salamlayıram. İlk növbədə təşəkkürümü Kənd Qadınlar Assosiasiyasının sədri Gülbən xanıma bildirmək istəyirəm ki, mənə söz verirsiniz. Və belə bir şey demək istəyirəm ki, bu assosiasiyanın məndə xüsusi bir yeri var. Səbəbi anamdır. Çünki anam sizin tədbirlərinizdə necə həvəslə, necə həyəcanla iştirak etmək istəyini öz gözlərimin şahidiyəm. Burada olan hər bir qadın sübut edir ki, Azərbaycan qadını sadəcə evində zəhmətkeş, qayğıkeş deyil. Cəmiyyətin inkişafında da ən yüksək zirvədə, ən yüksək ali mövqedə durur. Hər birinizə təşəkkür edirəm ki, yaxşı ki, sizin kimi xanımlarınız var. Və sizin kimi xanımlarınız var olsun ki, bizim kimi gənclər sizə baxaraq örnək götürür. Hər birinizə uğurlar arzulayıram. Çiçək xanımla da uğurlar arzulayıram ki, inşallah fəaliyyətləri davamlı olar. Əsas məsələdə sizin layihələriniz davamlı şəkildə inkişaf etsin ki, evdə olan xanımlar bacarıqlarla yanaşı özlərinə inamlarını artırsın. Əsas məsələ budur. Əsas məsələ bilirəm ki, qadınlarımız əgər özlərinə inamı artmış olsa, hər şeyi bacara bilərlər. Çox sağ olun. Mən ümidvaram ki, sizin kooperativin sorağı dünyanın o başından gələcək və biz ondan həmişə fəxr edirik. Və mən böyük məmnuniyyətlə, belə bu fəxrlə bu asosiasiyanın simgəsi olan, bəli, 50% eləmək deməkdir. Əlbəttə ki, əlbəttə ki. Həm də o məntiqlə qurulan xəyallar. O, elə bir ki, yarısı reallaşmış xəyallardır. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm.